Əli əleyhissalama nisbət verirlər. Buyurulur ki, insanların ən yağı düşməni onun qəzəb və şəhvətidir. Kim bu ikisinə üstün gəlsə, məqamı yüksələr və öz məqsədinə çatar. Ən böyük düşmənlərimiz qəzəb və şəhvətimizdir. Bunlara kim üstün gəlsə, məqamı yüksələr və öz məqsədinə çatar. İmam Sadiq əleyhissalamdan bir mübarək buyuruş var. Buyurulur, öz qəzəbini söndürən, udan elə bəndə olmadı ki, Allah onun dünya və ahirətdə izzətini artırmamış olsun. Möminlər, möminələr, həyatımız doludur o səhnələrlə ki, qəzəblənmək istəyirik. Amma bacarsıq, söndürsək, udsaq. Bu zaman Allah Teala bizim izzətimizi dünya və ahirətdə artırar. Diqqət eləyin, o insanlar ki, qəzəbinin ardınca gedər, izzətləri əldən gedər. Bəli, bir yer var ki, orada Allaha görə qəzəblənmərsin, o ayrı bir mövzu. Amma bu bir nadir hallardır. Əsasən biz qəzəblənərik öz nəfsi isteklərimiz üçün. Şənimizə toxunurlar bəzən nelərsə, onda qəzəblənərik. Nəsə xoşumuza gəlməz, o zaman qəzəblənərik. Fərdi durumumuza görə qəzəblənərik. Fərdi maraqlarımıza görə qəzəblənərik. Bəzən bir ömür yaşayarıq, o ömür şəxsi işlərimiz üçün ancaq qəzəblənmək üçün keçər. Bir dəfə də olsun Allah üçün qəzəblənmərik. Heyf olar o ömür. Amma inanc bizə deyir, gəl, Allah üçün qəzəblən. Amma özün üçün, öz vəziyyətin üçün, öz durum üçün, özvə şəxsi maraqların üçün qəzəblən, udmağı bacar inan. Əgər bacarsaq, izzətə sahib çıxarıq. Allahın Peyğəmbərinə nisbət verirlər, bizə çox ciddi bir xəbərdarlıq var. Buyurulur, qəzəb şeytan alovunun bir hissəsidir. Yəni o zaman ki biz qəzəblənirik, şeytan lənətliyin həmən o alovu həyata gəlmiş olur, hərəkətə keçmiş olur. Böyük ariflərdən olan Ustad Ənsariyan orucla bağlı, oruç tutanın vəziyyəti ilə bağlı mübarək bir incə nöqtəyə toxunur, deyir, oruç tutanın 3 xüsusiyyəti var. Baxa, bizdə var ya, yoxdur. 1. Vacibata əməl etmək. Baxa, vacibatlarımıza əməl edirik. Allah vacib buyurub bizə orucu, biz vacib əməl olaraq yerinə yetiririk. Bir budur ki, insan Allahın oruçdan 3 halı var. Bir, vacibata əməl edir. Oruc vacibdir, bu ona əməl edir. İkinci, günaha batmamaq. Günaha batmamaq. Bəli, yemədin əhsən. İçmədin əhsən. Baxmadın mı? Dinləmədin mi? Yəni, bu ay tək yeməmək və içməmək deyil ki. Baxmadın mı? Hə, görürsən, fəsad mühitində yaşayırıq. Amma görərkən baxırsan mı? Bəzən işidirsən, işidərkən dinləyirsənmi? İradəvidirmi sonrası? İradəmidirsə, vay olsun bizim halımıza. Orucdan ancaq aclıq və susuzluq qalar bizə. Günümüzün orucu, vaxtımızın orucu, zamanımızın orucu, həyatımızın orucu, hər şeyimizin orucu. Günahlara batmamaq. Çox önəmli bir məsələdir. Çox diqqət olunması bir məsələdir. Və üçüncü bir xüsusiyyət. Bir oldu nə? Vacibatı əməl etmək. Bəli, Allah bizə oruç tutmaq nəsib edib, vacibatı əməl edir. Bu bir xüsusiyyət. İkinci, günahları tərk etmək. Bu ikinci xüsusiyyət. Üçüncü, qəflətdən ayılmaq. Yəni, oruç tutanın önəmli bir xüsusiyyəti budur, qəflətdən ayılar. Mübarək Ramazan ayının 1-ci günündə duasında elə ay dahil olanda nədən başlayırıq? Allahdan istəyirik bizi qəflət yuxusundan ayıltsın.
Bağça nədir hamımız bilirik. Körpələr evi də bilirik. İmam Sadiq əleyhissalam bizə bir mühüm xəbərdarlıq eləyir. Deyir, bizə şeytan lənətliyin körpələr evini tanıtdırır. Şeytan lənətliyin yaslisi, qədim cəmaat indi də deyilir, yasli deyilmir, bilmir. O körpələr evi, Laboxırda balalar harda olar, o haqda bizə xəbərdarlıq verir. Oradan cücərir. Şeytan lənətliyin bütün məsələləri oradan cücərir. İmam Sadiq əleyhissalama nisbət verirlər ki, qəflət şeytan lənətliyin körpələr evidir. Biz qəflətdə olanda şeytan lənətlik bizimlə bağlı cürbəcür toxumlarını atır, balalarını əmələ getirir və s. Biz qəflətdə olanda. Deyilə bilər ki, qəflətdə olmaq nə deməkdir? İnsan hər an ki özünü Allah bəndəsi olaraq bilmir, qəflətdədir. Qeybət eləyər? Yox, qəflətdə olmasa qeybət eləməz. Yalan danışar, danışmaz. Qəflətdə olmasa yalan danışmaz. Zülm eləyər? Yox, qəflətdə olmasa zülm eləməz. İmam Sadiq əleyhissalama nisbət verirlər ki, qəflət şeytan lənətliyin körpələr evidir. Bütün təhlükəli günahların başıdır və bütün ilahi vacibatlardan məhrum olmağa səbəb olan yerdir. Mən elə oruç tutmuram, niyə? Mən elə belə baharam, bu adam qəflətdədir. Ya oruç tuturam, namaz qılmıram, bu adam qəflətdədir. Başqa vacibatlarda da o cür. İnsan qəflətdə olanda, qəflətdə olan adam Allahla şərt şurut eləyər. Çünki ayıq olsa başa düşər ki, bu kimi rəftarların yeri yoxdur.